Salam hörmətli müəllimlər, dəyərli həmkarlar. Mən Leyla Allahverdiyeva. Bu günlərim sizə 7-ci sinif texnologiya kitabının 16-cı mövzusu olan mətbəx bıçağının itilənməsi texnologiyasının izahını verəcəm. Bilirik ki, müəllimlər, yəni bıçaq mətbəximizin əvəz olunmaz alətlərindən biridir, kəsici alətdir və onu da bilirik ki, müəyyən zaman ərzində kütləşə bilir və bu zamanda itilənməyə ehtiyac duyur. Həmçinin də kütləmiş mətbəx bıçağının kəsən kənarının tiyəsi, yəni o kəsən hissəsi. Əgər biz ona lupa altında baxsaq, onun dəyrimi olması bizim nəzərimizə çarpar. Bax, yadımızda bircə dəqiqə mənim açım. Deməli, bəzən sual düşür ki, kütləşmiş mətbəx bıçağının lupa altında baxdıqda onun görüntüsü necə olur? Dəyrimidir müəllimlər. Yəni, əgər biz lupa altında baxsaq, həmin o tiyənin dəyrimi olduğunu zaten belə deyək də, yəni düz şəkildə olsa heç o kütləşməmiş olar. Yəni, orada bir dəyrimilik yaranıb ki, o belə deyək, kəsməsi artıq kütləşir. Və bu zamanda biz onu təbii ki, itləməliyik. İtləmək üçün də bizə müəyyən alətlər lazımdır ki, biz bunların köməyi ilə bıçağımızı itləyə bilək. Həmçinin bizə onu da deyir ki, həmçinin də vurğulayır ki, bizə bu hissələrdəki, yəni ki, kütləşmiş bıçaqla işləmək çətindir də, yəni onu mütləq itləmək lazımdır. Deməli, biz bıçağı itləmək üçün bizə ən əsası dəzgah və yaxud da əl ilə itləmək üçün bizə alətlər lazımdır. Yəni itləyici, bax bu bizim burada elektrik itləmə dəzgahımızdır. Bu isə bizim əl ilə itləmə dəzgahımızdır. Hər ikisinin işini, yəni hər ikisində işi, yəni bıçağı itləyən bülövləmə daşıdır ki, bax hər ikisində bu bülöv daşı var. Hansı ki bu əl ilə olanda bax bu hissədədir və burada isə yəni hər ikisi birlə göstərilir. Burada isə bax bu kənarındakıdır ki, bülöv daşıdır ki, bax bıçağımızı itiləyir. Sadəcə olaraq fərq bunlarda nədədir? Yəni bax birinci, yəni əl itləmə dəzgahında bu bülöv daşını hərəkətə gətirən bu dəstəkdir. Yəni əlimizlə o dəstəyi fırlayırıq. Amma elektrik itləmə dəzgahında isə bu bülöv daşını mühərrik hərəkətə gətirir və hər ikisinin də və bir də hər ikisinin yox, yəni bu elektrik itləmə dəzgahının dayaq hissəsi var ki, bax burada bizə də göstəribdir. Orada belə deyək ki, bıçağı həmin nahiyədə belə deyək dayayıb işimizi yerinə yetirmək üçündür. Daha sonra baxaq görək, deyir ki, əl itləmə dəzgahının əsas hissəsini valotu, bax bu düşür, əl itləmə dəzgahının əsas hissəsini nə təşkil edir? Əsas hissəsini oturtulmuş cilalayıcı bülöv daşı təşkil edir. Ümumiyyətlə, yəni hər ikisinin əsas hissəsini ilə bülövləmə daşı təşkil edir. Amma belə deyək, əl itləmə dəzgahının əsas hissəsini hansı, yəni burada artıq valı oturtulub da, yəni görürsüz valın içərisində bülövləmə daşı yerləşdirilib. Yəni valı oturdulmuş cilalayıcı bülöv daşı təşkil edir. Bu daş dəstəyin köməkliyi ilə fırlanır. Elektrik itləmə dəzgahında isə bayaq vurğuladığımız kimi, yəni burada mühərrik fırlayır həmin bu bülöv daşını. Daha sonra bıçağı itləyən zaman nə etməliyik? Bir də ona baxaq. Deyir ki, bıçağı itləyərkən əgər elektrik itləmə dəzgahında itləyiriksə, kəsən hissəni itlənən səthdən elə tutmaq lazımdır ki, orada hava axını üfürsün. Həmin bax burada bizə bu prosesi göstərir. Görürsüz, yəni elə tutub ki, bu kəsən hissəni itlənən səthdən öndə tutub ki, kəsən hissə bilirik ki, bax bu yəni lap o iti hissəsidir ki, kəsirik həmin hissə ilə. Kəsən hissəni itlənən səthdən elə tutub ki, həmin hava axını üfürsün. Niyə üfürsün? Çünki orada bir soyutma prosesi getməlidir. Əks halda o tez-tez qızır və qızması da yaxşı deyil. Niyə? Çünki o çox qızanda kütləşməsi baş verir və bıçaq öz funksiyasını itirir. Həmçinin də bir də tiyənin göyərməsi də metalın möhkəmliyinin itirməsi göstəricisidir. Bəzən suallarda düşür ki, tiyənin göyərməsinin səbəbi nədir? Yəni möhkəmliyin, daha doğrusu tiyənin göyərməsinin nəticəsi nə ola bilər? Yəni metalın möhkəmliyinin itirilməsidir. Və yaxud da düşür ki, bəzən əgər bıçaq çox qızırsa nə baş verər? İtilənən zaman bıçaq çox qızarsa nə baş verər? Yəni kütləşər və öz funksiyasını itirər. Daha sonra
Daha sonra baxaq görək, ümumiyyətcə bıçağı itilədikdə onun tiyəsi daşın fırlanma istiqamətinin əks istiqamətində tutmaq olmaz və hətta bu çox təhlükəlidir. Çünki niyə? Əksinə tutsaq, o belə deyək də, yəni yonub ondan çox xırda-xırda həm belə qırıq-qırıq eləyər bıçağın ağız hissəsini əksi. Çünki bülöv daşı özü də çox da hamar deyil də. O da belə çıxıntılı bir daşdır və o əks istiqamətində tutsaq, təbii ki, həm bıçaq əzilər, məhv olar, həm də təhlükə baş verər. Ona görə də, yəni bıçağı tiyənin əks istiqamətində tutmaq olmaz və bəzən də bu cür sualı əksinə qoyurlar ki, məsələn, bıçağı necə tutmaq lazımdır? Onda fırlanma istiqamətinə tutmaq lazımdır. Yəni bıçağı bülöv daşının fırlanma istiqamətinə tut. Ola bilər ki, o cür soruşarlar sizdən sualdan ki, itləmə zamanı bıçağı bülöv daşının hansı istiqamətində tutmaq lazımdır? Onda fırlanma istiqamətinə tutmaq lazımdır və yaxud da tutmaq olmaz deyə də düşsə, onda da götürürsünüz ki, fırlanmanın əksinə tutmaq olmaz. Daha sonra həmçinin də biz burada vurğuladıq ki, əgər bıçaq itləmə zamanı bıçağın qızması dedik ki, o zaman kütləşir, funksiyasını itirir. Bax, bu qızmanın baş verməməsi üçün də biz onu tez-tez, yəni vaxtaşırı olaraq suya salıb çıxardırıq ki, o çox qızmasın. Daha sonra itiləyərkən bıçağın əyilmə bucağı ilə seçilir ki, tiyənin bütün arxa səthi itilənmiş olsun və lazımi itiləmə bucağı yaransın. Yəni bax, bizdə burada da verilir. Hətta yadımızda bu bucaq dərəcə bucaqlarının, yəni iti bucağı altında tutulur. 25-30 dərəcə bucaq altında itilənir. Bu da bəzən tez-tez düşür suallarda ki, mətbəx bıçaqları hansı bucaq altında itilənir? Yəni 25-30 dərəcə bucaq altında itilənir. Daha sonra və həmçinin də itləmə bucağı kiçildikcə bıçaq bir o qədər iti olur. İtləmə bucağı da böyüdükcə bıçağımız da bir o qədər kütləşir. Yəni bunu da yadımızda saxlayırıq ki, itləmə bucağı kiçildikcə itiləşir. Təbii ki, yəni də bu bucaq nə qədər belə deyim də, bax bu bucaq nə qədər kiçilsə, görürsüz itiləşir. Bu məsəl üçün bu 25-30 dərəcədir. Tutaq ki, 25-20 dərəcə olsa daha belə deyə aşağı salınmış olur bu vəziyyətdə. Təbii ki, onda daha iti olacaq da. Yəni bu aşağı düşdükcə buradan da məsafəsini qısaldacaq və iti olacaq. Yəni nə qədər bucağımız nə qədər az olsa, yəni kiçilsə, bıçağın itiliyi də bir o qədər çox olacaq. Və yaxud da böyük bucaq altında əgər beləsinə tutub biz onu itləməyə çalışsaq, yəni təbii ki, məsəl üçün artıq olacaqdır düz bucaq və yaxud da yəni nə qədər bu bucağımızın ölçüsü və yaxud da 70 dərəcəlik bir iti bucaq altında itiləsək, yenə də onun yəni bu tiyə hissəsi yəni o qədər də küt olacaq. Yəni o qədər də iti olmayacaq da. Bax, bunu yadımızda saxlayırıq. Bu hissəni dəqiq yadımızda saxlayırıq. Burada elə fərqlilik yoxdur da müəllimlər. Yəni kiçiləndə bıçaq itilənir, itləmə bucağı böyüyəndə bucağımız da kütləşir. Bu cür yadımızda saxlayırıq. Daha sonra istehsalatda bəzi itləmə dəzgahları bıçaqların müəyyən bucaq altında bərkidilməsi üçün tərtibatlarla təchiz edilmişdir. Belə dəzgahlar bıçağın itilənməsi üçün lazım olan itləmə bucağını dəqiq təyin edir. Artıq belə deyək, bu nisbətən özü işini yerinə yetirə bilən dəzgahlardan söhbət gedir və həmçinin də itləmə zamanı bıçağın tiyəsində tilişkələr əmələ gəlirsə, bu tilişkələri də nə ilə təmizləyirik? Təbii ki, xırda dənəli yastı bülöv daşında son cilalama ilə yox etmək mümkündür. Deməli, yadımızda saxlayırıq bir də bu hissəni. Əgər bıçağın itiləmə zamanı bıçağın tiyəsində tilişkələr əmələ gəlibsə, sual düşür ki, bəs bunu nə ilə təmizləmək olar? Onu da biz götürürük ki, xırda dənəli yastı bülöv daşında son cilalama işini yerinə yetiririk. Amma bir də deyir ki, son cilalama prosesində bıçağın tiyəsi itilənən səth boyu bülöv daşına kip sıxılır və tilişkələr itənə qədər dairəvi və yaxud da çarpaz olaraq hərəkət elətdirilir. Yadımızda saxlayırıq, hansı ki dedik ki, bu tilişkələr əmələ gəlir. Bax, bu tilişkələri vurğuladıq ki, yastı bülöv daşında son cilalama işi yerinə yetirməklə deməli, həll edirik də, yəni aradan qaldırırıq və bu zamanda bizim hərəkətimiz necə olur? Dairəvi və bir də çarpaz hərəkətlərlə həmin o tilişkələri yəni yox olana qədər işimizi davam elətdiririk. Daha sonra bircə dəqiqə müəllimlər.
Daha sonra və bir də bizə deyir ki, həmin ki bu prosesləri yerinə yetirdik. Yetirdikdən sonra, yəni biz, bütün bundan sonra əməliyyat biraz da xırda dənəli bülöv daşında təkrarlanır. Belə bülöv daşı da məxməri bülöv daşı adlanır. Yəni iti kəsici kənar, bax bu bülöv daşının köməkliyi ilə son cilalama işini yerinə yetirilir. Bıçağı məxməri bülöv cilalayanda onu suda islatmaq daha məqsədə uyğundur. Tiyənin digər üzü də bu üsulla itlənir. Yəni tiyənin bıçağı elə hər iki tərəfini də bax burada bizə göstərir əslində məxməri bülöv daşını və bax orada yəni bunu evdə də çoxumuz bəzən olur ki, keramik qabların falan da eləyirlər də. Məsəl üçün, onun nəlbəkinin falan o kənar hissəsində belə altını, üstünü belə çarpaz şəklində hərəkət elətdirirlər. Niyə? O, yəni qıraqlarında yaranan tilişkələr falan itsin və bir itilik yaransın deyə daşda, daha doğrusu bıçaqda. Və belə deyək, nəticədə deyir, iti kəsici kənar alınır. Bülöv daşında hərlədikdə bıçağı məxməri bülövdə cilalayanda onu suda islatmaq daha məqsədə uyğundur. Tiyənin digər üzü də, yəni bıçağın tiyəsinin digər üzü də eyni bu üsulla itlənir. Aparılan əməliyyatların sonunda bıçağın tiyəsi qılınc kimi it olur və onu biz bəzən də düşür ki, suallarda bıçağın itliyini nəyin üzərində yoxlamaq olar? Bu zaman da bizim yəni yoxlayıcı vasitələrimiz oduncaqdır ki, bax oduncaq həmin oduncağı kəsirik, tiyənin kənarı onun üstündə sürüşməməlidir. Yəni oduncağın üzərində əgər tiyənin kənarı sürüşürsə, deməli bu yəni çox hələ tam iti o demək deyil də. Yəni kəsirsə əgər oduncağı, deməli bu tam itilənmiş, artıq hazır bir yəni işimizin gedişatı hazırdır da. Yəni bıçağımızı yaxşı şəkildə itləyə bilmişik. Daha sonra bizim bir də təhlükəsizlik qaydalarımız var və bizə burada deyir ki, işə başlamazdan əvvəl qoruyucu eynək, əlcək və s. taxmalıyıq. Bıçağın böyük sürətlə fırlanan cilalayıcı daşa pərçimlənməməsinə daha doğrusu pərçimlənməsinə yol vermək olmaz. Fırlanan daşın parçalanmasından yaranan qəlpələr böyük sürətlə ətrafa səpələnir və elə buna görə də bizə deyir ki, qoruyucu eynəkdən istifadə etmək lazımdır. Bıçağı itlədikdə onu fırlanan daşa ehtiyatla yaxınlaşdırmaq və elə tutmaq lazımdır ki, daş onu kənara atmasın. Ehtiyatlı olmaq lazımdır ki, fırlanan cilalayıcı daşın təpə hissəsində itləmə zamanı bıçaq sıxıcı şaybalara toxunmasın. Deməli, müəllimlər, belə elə bir də bircə dəqiqə. Bir də ümumi bir sual cavab eləyək mövzumuzu. Dedik ki, hansı növ itləmə dəzgahları mövcud idi? Əl itləmə dəzgahı və bir də elektrik itləmə dəzgahı. Bəs sonra dedik ki, bıçağı itləmək üçün nədən istifadə edirdik? Deməli, bülövləmə dəzgahından və bir də əl ilə itləmə dəzgahından. Yəni bu suallar məsəl üçün eynidir, fərqli suallar şəklində verirəm ki, belə deyək, qarşınıza suallar çıxanda sizi çaşdırmasın. Daha sonra dedik ki, kütlənmiş bıçağın tiyəsini hansı formada olurdu? Bax, bizim burada öyrəndik ki, kütləşmiş bıçağın kəsən tiyəsi dəyrimi, bax sözünü yadımızda saxlayırıq, dəyrimi formada olurdu. Daha sonra dedik ki, bəs bıçağın itliyini nəyin üzərində yoxlayırdıq? Bu oduncaq parçası idi ki, bax burada bizə dedi ki, oduncaq parçası üzərində yoxlayırıq. Daha sonra bəs deyirdi ki, itləmə zamanı bıçağın tiyəsində yaranan tilişkələri necə yox etmək olardı? Orada dedik ki, biz xırda dənəli yastı bülöv daşından istifadə etməklə. Daha sonra düşə bilər ki, belə bir sual verərlər ki, bıçağı itləyən zaman onun tiyəsini hansı istiqamətdə tutmaq lazımdır? Deməli, daşın fırlanma istiqamətində. Amma sual da bəzən ola bilər ki, deyər ki, hansı istiqamətdə tutmaq olmaz, onda daşın fırlanmasının əks istiqamətində tutmaq olmaz. Daha sonra dedi ki, son cilalama əməliyyatında bıçağı hansı hərəkətlərlə hərəkət elətdirirdik?
dairəvi və çarpaz hərəkətlərlə. Daha sonra itləmə zamanı tiyənin göyərməməsi üçün nə edirdik? Bu zaman nə edirdik? Metalın göyərməməsi üçün və yaxud da tez qızmaması üçün biz onu tez-tez suya salırdıq. Həm də göyərməsi deyirdi ki, əgər göyərmə baş verərsə, bu nəyin əlaməti idi? Bu artıq metalın möhkəmliyinin itirilməsinin əlaməti idi ki, yəni buna yol vermək olmazdı. Bəs deyirdik ki, elektrik itləmə dəzgahı nə vasitəsilə hərəkətə gətirilir? Təbii ki, müəllimlər, adı üstündə elektrik dəzgahıdırsa, burada bülöv daşı elektrik mühərrikinin köməyi ilə hərəkətə gətirilir. Bəs dedik ki, bıçaq itləyən zaman sonuncu prosesimiz hansı idi? Bax, sonuncu prosesimiz məxməri bülöv daşı idi. Əgər düşsə ki, xırda tirişkələri, tiyəsində yaranan o xırda tirişkələri nə ilə təmizləyirik? Onda biz götürürük xırda dənəli yastı bülöv daşı və o hərəkətimiz də dairəvi çarpaz oldu. Amma son əməliyyat, son prosesimiz isə məxməri bülöv daşı üzərində işimizi yerinə yetirmək idi. Bəs sonra dedik ki, əl itləmə dəzgahında deyirdik ki, bizi əl itləmə dəzgahı nəyin köməkliyi ilə həmin o bülöv daşı hərəkətə gətirilirdi? Bax, dəstəyin köməkliyi ilə hərəkətə gətirilirdi. Hansı, belə deyək ki, ümumiyyətcə bəs dedik ki, əl ilə itləmə dəzgahı dəzgahının əsasını nə təşkil edir dedik. Burada vurğuladıq ki, vala oturulmuş, baxın bizə, vala otuşturulmuş cilalayıcı bülöv daşı. Yəni, bax, əl ilə itləmə dəzgahının əsas hissəsi vala otuşturulmuş, yəni oturdulmuş, daha doğrusu cilalayıcı bülöv daşıdır ki, əsasını təşkil edir. Daha sonra Mənə elə gəlir ki, bir də dedik ki, mətbəx bıçaqlarını neçə dərəcəli bucaq altında itilirdi? Bu da 25-30 dərəcəli bucaq altında deyirdik, itilirik. İtləmə bucağı nə qədər kiçikdirsə, bıçaq o qədər iti olurdu. İtləmə bucağı nə qədər böyükdürsə, bıçağımız da bir o qədər küt olurdu. Belə müəllimlər, bugünkü dərsimiz bu qədər.